Bugün haqqında danışacağımız stansiya ölkənin ən iri nəqliyyat qovşaqlarından olan Bakı Beynəlxalq Avtovağzalının yanında, Şimal qapısı kimi də tanınan ərazidə yerləşir. Söhbət Avtovağzal stansiyasından gedir. 2016-cı ildə istifadəyə verilən stansiyanın açılışında Prezident İlham Əliyev iştirak edib. Avtovağzal stansiyası 2 vestibüldən və 8 çıxışdan ibarətdir. Bunlardan biri Bakı-Sumqayıt yolunun altında, bizi Biləcəri istiqamətinə gedən yolda yerləşir. Stansiya kompleksinin ümumi uzunluğu isə 560 metrdir. Burada da Memar Cəmi 2 stansiyasında kimi platformaya 5 yox 7 qatarlı vaqonların daxil olmasına imkan var. Stansiya və keçidlərdə ümumilikdə 20 eskalator var. Fiziki imkanları məhdud şəxslər üçün isə lift quraşdırılıb. Avtovağzal stansiyasının yerləşdiyi Bənövşəyə xəttdə hazırda 4 stansiya olsa da, gələcəkdə bu sayın 12-yə çatdırılması planlaşdırılır. Stansiyaya çatan qatarlarda dahi bəstəkar Üzeyir Hacıbəylinin Aracbarı simfonik muğamından parça səslənir. Əziz Bakılılar və şəhərimizin qonaqları, bugün sizə memarları Cahangir Sadxov və Sənan Salamzadə olan Avtovağzal stansiyasından xəbər verilir. Növbəti həftədə Bənövşəyə xəttinin sonuncusu olan Xocəsən stansiyasında görüşəcəyik. Hələlik.